İnşallah bundan da gözəl sizə qismət olsun. Dəyərli izləyicilər, əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Mərdəkan deyəm dostlar, Mərdəkanda Əncildə dairəvi yoldan, belə deyək, Tukan restoranı, Vətən restoranının arxasında Tukan restoranının üzbəüz Əncilli deyilən yerdə belə gözəl bir ev çıxıb. Mən də gəldim, çəkim sizə təqdim edim. Dostlar, qısa məlumat verəcəm. Hər hansı sualınız yaranarsa, səndən vaxtı bizimlə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Əlaqə nömrəmiz 050 755 95 97-dir. Deməli dostlar, giriş darvaza, həyətin sanitar qovşağı, girişdən sağda manqal. Belə bir qarajı, məhlədən qaraja daxil olursan. 7,2 sot torpaq sahəsində inşa olunub. Girişdən sol tərəf, həyətə girişdən yaşıllıq zolağıdır. Girişdən sağ tərəfdə yayğış mətbəxi var dostlar. Cam balkonla yığılıb, açılır, bağlanır. Belə bir böyük hovuzu var. Ən azından 10 metr uzunluğu var hovuzun və evin görünüşü belədir. Fasad bəzəyi qabancıq daşlarlandır. Evin sağından solundan yetərincə hava işləməyə yeri var dostlar. Qiymət də bu günə görə 515 min manatdır. İnşallah real müştəriyə yaxşı endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Evin ümumi yaşayış sahəsi 250 kvadrat metrdir. Bura terasdır dostlar. Mətbəxdən terasa çıxış var və terasdan da həyətin görünüşü. Bu ərazidə 4 fəsil yaşamaq da olar və bağ kimi istifadə etmək də olar. Evlə də qısa olaraq tanış olaq. Evə daxil olduq. Geniş bir holdur dostlar. Ümumi olaraq üstü poldur. Hol mətbəx kermə qranit, qalan otaqlar bahalı laminatdır. Tavan hündürlüyü 4 metrə yaxındır, bəlkə də hündür olar. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Böyük vitraj pəncərələrdir, həyət açılır. Pərdəli sürhama aksesuarları, mətbəx mebellər falan hamısı yığılıb. Bura mətbəxdir, mətbəx mebeli yığılıb, bayaq vuruladım. Mətbəxdən terasa çıxış var. Ümumilikdə 4 yataq otağı var dostlar bu evdə. Bura birinci yataq otağıdır. Bura ikinci yataq otağıdır. Yataq otaqları yetərincə genişdir və rahatdır. Yataq otağının daxilində hamam otağı və sanitar qovşağı bir yerdədir. Burası evin üçüncü yataq otağı dostlar. Vurğuladım, yol qapı kimi asfaltdır, sənədlər qaydasındadır. Bütün kanal xətləri var. Bura 4-cü yataq otağıdır dostlar. Buranın da daxilində hamam otağı, sanitar qovşaqla bir yerdə var. Və bu da evin əsas hamam otağı. Evin əsas hamam otağı. Deməli, dostlar, Mərdəkanda 7,2 sot torpaq sahəsində 5 otaq, 250 kvadrat. Bağ evi 515 min manata satışa təklif olunur. Diqqətlə sizə təşəkkür edirəm, bizi izləməkdə qalın.